Aprelin 6-sında Ağdam rayonunun Qalayçılar kəndi ərazisində mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyindən bildirilib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Anama Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisində 2025-ci il 6 aprel tarixində mina hadisəsi baş verib. 1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Məmmədov Səbuhi Elman oğlu minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib. Hadisə ilə bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır, məlumatda qeyd olunub.